Hər vaxtınız xeyir olsun Maçlağı Əmlak izləyiciləri. Mən Tural və əməkdaşım Sübhan müəllim. Hamınızı salamlayıram. Sizi salamlasın o da. Maçdağda Notariusun yaxınlığında əsas yoldan 600 metr məsafədə 2 sot torpaq 2 sahəsinin sot yarım. 2 sot 2 sot yarım, yarım bəli. torpaq sahəsinin üzərində inşa olunmuş kupçalı evimiz satışa çıxır. Torpağın çıxarışı, yəni paket kupça eləmək çox asan. Əsas torpağın çıxarışıdır. Çıxarışı varsa Və zəhmət olmasa həyətini göstərək. Düzdür, qabaq tərəfdən həyəti balaca görsənsə də arxa tərəfində də həyət var. Maşın da yəni rahatçılıqla daxil olur. Maşın rahatçılıqla daxil olur həyətə. Zəhmət olmasa göstərək həyəti. Evin hər iki tərəfində məsafəsi var yəni. Və evi girişində belə bir navəsi də var. Balaca da olsa amma navəsi var. Evimiz 7 daş hündürlüyündədir, kürsüdədir. Və 2 otaqdır. Balaca bir mətbəxi var, sanuzeli içərisindədir. Zəhmət olmasa arxasında da boş yer var. Arxasında da boş yer var. Otaq sayı artıra bilər. 2 otaq, 3 otaq daha doğrusu artıra bilər. Bəli. Və keçək buranı göstərək. Hardasa bir 60 kvadrat metr arxasında yer var. Göstər Tural qardaşım zəhmət olmasa. Baxaq, baxın həyətində. Kim istəsə oradan qapı da aça bilər. Dalana baxır ora. Kim istəsə qapı da aça bilər. Demək olar ki, elə 2 otaq, 3 otaq yerləşdirmək olar bura. Böyük bir otaqlar yerləşdirmək olar. 2 otaq, böyük otaqlar çıxar. Həyətində də müxtəlif meyvə ağacları da var. Və keçək evin içərisini göstərək sizə. Son zəhmət olmasa evin içərisini göstərin. Bütün kommunal xəttləri var. Qazı, suyu, işığı hamısı var. İnternetdə kimi hətta var. Evimiz gördüyünüz kimi yerdən kürsülüdür. Belə 5 daş görsənsə, amma hündürlüyü 2 daşdan aşağıda vardı. 7 daş kürsülüyündədir. Burada bir otağımız nəzərdə tutulub. İstilik sistemi, kombidir. Hər tərəfdən qoşadaşla tikilib. Və burada qudmanı mətbəximiz var. Həmçinin mətbəxin yanında sanitar qovşağı. Sanitar qovşağını göstər. Sanitar qovşağını zəhmət olmasa göstər. Hələ buradan da təqdim edərik. Zalı böyükdür. Zalı çox böyükdür. Bəli, bəli. Zalı böyükdür. Geniş bir zalı var. Özü padolka da apşifka taxta ilə yığılıb. Çox gözəl. Ev hardasa ümumi 60 kvadrat metr. 65 kvadrat olar. 60-65 kvadrat metr olar. Yəni buradan da böyle balaca bir otaq çıxartmaq olar əslində. Hə, balaca, amma yenə deyirəm, arxasında torpağı var. Kim istəsə əlavə artır bilər və əlavə qapı da aça bilər oradan, atların öz həyətinə. 2 otaq da çıxar orada. Əgər istəsə artırsa, lap 3 otaq da artıra bilər. Deməli, start və qiymətimiz 65.000 manat. Əgər kim istəyərsə, ev sahibi tərəfindən real, yəni müştəri olarsa, ev sahibi tərəfindən endirim olunacaq. Sənədimiz yenə deyirəm, çıxarışdır. Notariusun arxası xüsusi mülkiyyətdir. Əsas yoldan da 600 metr məsafədə yerləşir. Səhifəmizi bəyənməyi unutmayın. Və kimin də evi varsa çəkiləsi, satılası, büdcənizə uyğun nə ev istəsə bizdə var. Bizimlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəmiz də var orada. Yəni deyə də bilərik əlaqə nömrəsini, istədiyi əlaqə nömrəsini, mən də deyim əlaqə nömrəsini. Mənim nömrəm 050 320 2919, Tural 070 222 35 61. Əlaqə saxlayın və mülkə sahib olun. Sağ olun. Sağ olun. Salamat. Salamat qalın.